El havası. Salam əziz dinləyicilərimiz, efirdə El Havası verilişidir. Sizinlə Güllü Seyidlidir. Bugünkü buraxılışımızda nanaylar və tırınqılarla bağlı maraqlı bir söhbətimiz olacaq. Folklor çoxşaxəli, zəngin bazaya malik bir sistemdir. Onun hər sahəsindən xəbərdar olmaq olduqca çətin məsələ olsa da, məlumatlanmaq çox vacibdir. Araşdırdıqca yeni məlumatlar əldə edir, eşitmədiyimiz faktları kəşf edirik. Bu baxımdan da bugün haqqında danışacağımız nanaylar və tırınqılar dinləyicilərimizə maraqlı olacaq. Nanaylarla bağlı müzakirələrimiz çox olub. Haqqında müəyyən məlumatlar əldə edib, nümunələrindən dinləmişik. Tırınqılarla bağlı heç bir informasiya olmadığından onun haqqında eşitmək xüsusilə maraqlı olardı. Bugünkü buraxılışımızda Türkiyənin bir çox bölgələrində aktual olan nanay və tırınqıların da əhəmiyyətindən söhbət edəcəyik. Elə isə, əziz dinləyicilərimiz, vaxt itirmədən filologiya üzrə fəlsəfə doktoru Tacir Səmiminin nanaylar və tırınqılarla bağlı verdiyi maraqlı məlumatları eşidək. Xoş gördük sizi Tacir müəllim. Sağ ol. Tacir müəllim, həmişəki kimi bizə mövzularımızda müzakirəyə, müsahibəyə kömək olduğunuz üçün, dəstək olduğunuz üçün sizə əvvəlcədən təşəkkürümüzü bildiririk. Bugün biz dinləyicilərimizə də bildiririk ki, nanaylar və tırınqılardan danışacağıq. Nanaylardan əvvəlki verilişlərimizdə dinləyicilərimiz xatırlayırsa, müzakirə aparmışdıq. Nanaylar mövzusu özü də çox maraqlı alınmışdı və bugün buna tırınqıları da qoşuruq. Biz bu verilişə hazırlıq mərhələsində çoxlu müzakirələrə səbəb oldu adlar. Tırınqılar nədir? Nanayları eşitmişik, amma tırınqıların adı, sözün özü çox maraqlıdır və bu sözün məzmunu nədən ibarətdir, nədən danışılacaq? Yəqin ki, bizim kimi dinləyicilərin də marağına səbəb olacaq. Elə isə başlayaq nanaylardan və sonra tırınqılara keçərik. Tacir müəllim, sizi eşidirik. İstər nanaylar, istər tırınqılar qədim xalq nəğmələridir. Özdə bunlar çox variantlıdır. Maraqlı cəhəti odur ki, çox az işlənir. İndi daha çox Türkiyə ərazisində, Qars, Ərzurum, ümumiyyətlə Şərqi Anadolu əraziləri, Ərdahan bu ərazilərdə geniş yayılır. Eyni zamanda bunlarla bağlı Ağbaba ərazisində yayılır. Çünki Ağbaba ərazisi qədimə baxsaq neçə yüzillər boyu elə Çıldır nahiyəsinin, Çıldır qəzasının, istərsə də sonra da Qars vilayətinin tərkibində bir nahiyə olur. Maraqlı budur ki, bu nanaylardan ki, söhbət gedəndə bəllidir ki, bayaq dedim axı, bunlar çox variantlıdır. Həm də maraqlı tərəfi odur ki, bunun strukturuna baxsaq, hər bir nanay 3 vəsfi haldan bir də nanay arasından ibarətdir. Nanay arası motivi formalaşdırır. Nanaylar həm də yavaşdan başlayıb sürətə doğru gedir. Yəni burada ritm də var, musiqi və eyni zamanda hər bir nanay hala ilə, yallı ilə müşayiət olunur. Bizdə Ağbabada yallıdır, Qars ərazisində, Ərdahan ərazisində, digər ərazilərdə Sarıqamışda gedir hala kimi. Deməli belə çıxır ki, nanaylar yallı şəklində ifa olunur, yəni rəqs olaraq yox, onlar yallı ilə müşayiət olunur. Müşayiət olunur. Həmin nanay ki oxunanda yallıdın içində oxunurdu. Aha. İndi sonra biraz dəyişiklərə urğuyubdur. Məsələ tutaq ki, ah papa oğlan bəndə gəl, bən suya indim, sən də gəl. Ah papa oğlan bəndə gəl, bən suya indim, sən də gəl. Bu bir avazlamadır. İfanıza görə təşəkkür edirik, çox gözəl səsləndir. Yəni bu nanay arasına məsələ qatırlar 3 vəsfi hal. O vəsfi hallar qatışandan sonra bir nanay artıq formalaşdı. Vəsfi hal indi dinləyicilərimiz bəlkə bilmir. Vəsfi hal bayatı. Məsələ deyək ki, deyir ki,
O tayda quzu gördüm, tükü qırmızı gördüm, belə gedir. Məsələn, ərzi kileylər yenə başlandı gəl, qızıl bilərzi çaya daşlandı gəl. Ərzi kileylər yenə başlandı gəl, qızıl bilərzi çaya daşlandı gəl. İndi məsələn bunu deyir. O tayda quzu gördüm, ərzi kileylər yenə başlandı gəl. Tükü qırmızı gördüm, ərzi kileylər yenə başlandı gəl. Qızıl bilərzi çaya daşlandı gəl. Yəni o formalaşır, o qəlbləşir. O bir musiqi nömrəsidir, həm də maraqlıdır. Bunların çoxu savadsızdır. Sadəcə ritmi tuturlar. Məsələn deyək, musiqinin yönünə, o yalıların, halayların ritminə uyğun, əhval-ruhiyyəsinə uyğun elə fikirlərində qəfildən o iki misranı yaradırlar. Yəni o nanay arası. Yəni burada nanaylarda belə konkret mövzu olmur. Konkret mövzu var. Məhəbbət, sevgi, sevilmək, bu qəm üstündədir. Daha çox sevgi, məhəbbət. Sevgi, yəni məhəbbət. Amma tırınqılar qəm üstədir. O qəm qanadı. Qeyd edeyim ki, Sivas ərazisində də, bayaq dediyim kimi Ərzurumda da, Qarsda da, Ərdahanda da, ümumiyyətlə bu Şərqi Anadolu ərazisində olan əhali arasında indi də nanaylar işlənir. Ancaq nanaylar işlənsə də orada bəzən məsələ ümumi türkü adında verilir. Məsələ tutaq ki, Ərzurum türküsü. Ərzurum türküsü əslində xanım əylən, canım əylən nanayının bir variantıdır. Orada o türkü kimi verilsə də oxumadan da bəllidir. Bəzilərində hətta bunu görmək olur. Halayları, yəni yallıları burada göstərilməsə də amma nanaydır. Yəni o nanayın da ancaq dediyim kimi motivin adını verəndə o olur, məsələn, musiqi nömrəsinin adı. Ağpapaq olan Bəndəgəl bu bir nanay adıdır. Həm də həmin o nanayın motivini özündə əks etdirir. Aynur Xaşxaş oxuyur orada Ərzurum türkülərində. Bəzi cavanlar var ki, onlar oxuyurlar Ərzurumun gözəlləri. Ərzurumun gözəlləri iki variantda biz götürmüşük. İndi siz verəsiniz, maraqlıdır. Məsələn, bir variantda belədir ki, biraz fərqlidir, amma hər iki variantda halaylar aydındır. Məsələn, evləri var ara-ara, qızları var qara-qara. Vurdular sinəmə yara Ərzurumun gözəlləri. Amma burada əsas motiv, nana motivi yoxdur. Elə bir işlənməyib. Bu da təbiidir. Yəni, müxtəlif illərdə araşdırmalar aparılmayıb, müəyyən dəyişikliklər əmələ gəlib buna görə. Amma əslində bunların hamısı nanaydır. Yəni, o yallılar da görünür aydınca. Siz dediniz Ərzurum gözəlləri. Bəs bizdə ona uyğun nanay yoxdur. Məsələn, Azərbaycan gözəlləri olsun. Yox, ola bilsin, olubdur, rast gəlməyib. Yəni, bu bilirsin necədir? Məsələn, bunu deyim ki, ümumiyyətlə çoxdur. Nanaylar o qədər çox motivlidir ki, hətta adicə hər hansı bir kəndin yüzlərlə nanayı var. Təsəvvür edirsin? Ona görə çox güman ki, olub. Sadəcə o rast gəlməyib. Yəni, hər bir nanayın eyni zamanda motivindən başqa variantları da var. 2, 3, bəzən daha çox variantlar, yaxın variantlar. Bayaq mən necə dedim, xanım əylən, canım əylənin digər başqa bir variantı o Aynur Xaşxaşın oxumasında var olur. Yəni o qədimlik, o ardıcıllıq özünə məxsusluq saxlanır. Sözünüzün bu yerində halaylar, yəni yallı getmək ənənəsi bizdə o qədər də Türkiyə türkləri qədər, yəni onların bölgələrindəki qədər aktual deyil. İfa olunsa belə hərəkətlərə mükəmməl riayət olunmur. O qədər də bələd deyil. Bu da bir təbliğat olardı. Yallılar da bizim, yəni türk soy kökümüzdən məxsus olan milli ənənələrimizdəndir və biz də halayları, yallını gözəl rəqs etməyi öyrənmək və onu təbliğ etməyi bilməliyik ki, bunu da düşmənlərimiz özlərinə çıxartmasın. Və Tacir müəllim, sözünüzün bu yerində siz Ərzurum nanaylarından danışdınız. Elə isə Ərzurum nanaylarından dinləyək və sonra sizinlə söhbətimizə davam edək.
Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. 18 yaşlarında hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. Köprünün başındayım, Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. sevdanın peşindeyim. Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. Kınamayan ahbaplar, Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. ben murad üstündeyim. Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. Kınamayan ahbaplar, hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. Ben murad üstündeyim. Hanım eğlen eğlen eğlen, canım eğlen ben de gelir. Ümumiyyətlə yallılar bizdə Naxçıvan ərazisində də çox geniş yayılır və o cümlədən Ağbab ərazisində də var. Bizdə də nanaylar ifa olunur, yallılar, amma burada oxumalar azdır. Yəni o da müəyyən dövrlə bağlıdır. Yəni o yaşlılarda daha çox idi. Bu ənənə müəyyən qədər qırılıb. Bu didərcinlik, müəyyən hadisələr, bu siyasi hadisələr də təsir edib təbii ki. Amma qədimdən çox zəngin və əhatəli olub. Mən sadəcə onu misallar ona görə gətirdim ki, yəni Şərqi Anadolu folkloru olsun, etnoqrafiyası olsun, qorunub saxlanıb və yaşadılıb. Təbii ki, indi nə qədər toplanıbsa, bəlkə də toplanmayan, toplanandan da çox olub. Dediklərimiz də olub, demək, müəyyən qədər əlimizdə qalanlar da var. Yəni, tırınqılar daha çox qoşmalara oxşuyur. Bunların quruluşunda belə bir cəhət var. Yəni, adətən 3 bənddən ibarət olur. Oxşar tərəfi odur ki, bunlar da 3 bənddir. Sadəcə burada nanay arası kimi ara yoxdur. Bunun özünə məxsusluğu nədir? Hər bir tırınqının bəndinin birinci misrasında 2 və daha artıq sözlər təkrar olunur. Bir də birinci bəndin 4-cü misrası qalan 2 bəndin 4-cü misralarında təkrar olunur. Məsələn, necə? Tutalım ki, bir tırınqını nümunə götürək. Məsələn, bir İrəvan tırınqısını nümunə götürək. Bir quşa dönəydim, uçaydım geri. Bir də dolanaydım o doğma yeri. İrəvan deyilən bəridir bəri. Tanrı özün yetir o yurda məni. Bir quşa dönəydim, ötəydim orada. Bəlkə bitişərdi sinəmdə yara. Burada qəriblikdə düşmüşəm dara. Tanrı özün yetir o yurda məni. Bir quşa dönəydim, qonaydım orada. Belə qalmayaydım çətində darda. O cənnət məkanı mən tapım harda. Tanrı özün yetir o yurda məni. Qeyd edeyim ki, tırınqılar adətən İrəvan ərazisində, Dərələyəz ərazisində və digər ərazilərdə kifayət qədər formalaşıb. Sonralar tədricən unudulub, çox az qismi ilk dəfə mən toplamışam. Təxminən Tırınqıları ilk dəfə siz toplamısınız. bir 50-60 olar da olmazdı. Onda sizə qədər heç bir məlumat olmayıb Tırınqılar haqqında ümumiyyətlə məlumat olsa da, məsələn, deyirlər, filan kəslər tırınqı deyirlər. Tırınqı oxuyurlar, nədir bilinmirdi. Demək, tırınqılar əslində qürbət nəğmələridir. Bunun da tarixi var. Bilirik ki, orta əsrlər dövründə, Monqol tatarlar dövrü, ondan əvvəlki dövrlər və ondan sonraki dövrlər uzun müddət əsarət olub. Bizim əhalini başqa ərazilərə aparıblar və o cümlədən sonra 37-ni tutu və s. bunların hamısı yeni tırınqıların yaranmasına və qürbət nəğmələrinin artmasına səbəb olur.
Və çox maraqlıdır ki, bu tırınqılar əvvəlcə nəğməsi, belə deyək, musiqisiz oxunur. Bu da hər hansı bir qabı səs salırlarmış, yaxud qavalı oxşar o vaxt təlbə var imiş. Onunla oxuyurlarmış. Maraqlıdır bunlar. Və sonra tədricən tırınqılar da məclislərə daxil olur. Məsələn, sonra tırınqı məclisləri düzəlir. Tırınqı məclislərində beləymiş ki, hər bir oraya gedən adam münsiflər heyətinin qabağında imtahan verməliymiş. Yəni onun oxumağına, sözlərin orijinallığına xüsusi fikir verirlərmiş. Bir də motivinə. Məsələn, yaşlıların dediklərinə görə bunlar əsasən yanıqlı, qəmli, aşıq havalara üstə oxulan. Amma əvvəllər nə üstə oxunub biz bilmirik. Və çox maraqlıdır ki, eyni zamanda müəyyən dinç vaxtlarda o tırınqılardan bir qol da ayrılıb. Tırınqı formasında olsa da, onlarda biraz sevinç olmasa da fərqli motivlər yaranır. Bu, onunla bağlıdır ki, yaşlıların dediyinə görə nə vaxt ki, belə deyək, zurnaçılar da, musiqiçilər, belə deyək, gedirdilər qız evinə, orada toy çalınırdı. Bu, oğlan evində şənlik olsun deyə o zaman həmin o müddətdə tırınqı məclisləri keçirirdilər. Bunlarda ustaları var idi. Oxuyurdular, adamları başlarına toplayırdılar, çox maraqlı keçirdi. Bu cəhətinlə, bu da hansı dövrdə biz bilmirik, qaranlıq. Çünki o nümunələr olacaq ki, bir də onlar haqqında məlumat ki, axtarış aparasan, tədqiqat aparasan ki, bir ümumi nəticə alır. Bəs siz ümumiyyətlə tırınqı adını əgər ədəbiyyatlarda olmayıbsa, indi biz axtarış versək şifa xalq yaradıcılığının janrları, növləri arasında tırınqıları yəqin ki tapa bilməyəcəyik. Yoxdur. Sonradan deyirəm ki, çünki musiqi onun adı hardan siz onu hardan əldə elədiniz ki, onlar çünki orada çünki yaşlıları mən danışırdım, deyir bax bu tırınqıdır, oxuyurdu. Yəni bunlar bax bayaq şifahi şəkildə əldə eləmişsiniz. Şifahi şəkildədir. Həm də tırınqı çox qədim mənası var. Hardasa Tanrıya yaxın gəlmə, məsələn, müəyyən dərdi ifadə etmə. Hələ mən o sözün etimologiyasına, mənasına varmamışam. Sadəcə tırınqılar ki, nə qədər ələ düşür, toplanmasına fikir vermişəm ki, hansı əraziləri əhatə edir. Məzmununa var. Məzmunu. Sonra məsələn o düşüncələr var orada ayrı-ayrı. Sonra çox maraqlıdır ki, tırınqıların ifasına rast gəlməmişəm və çox axtarandan sonra məsələn baxıram bayaq dedi Sivas. O Sivas ərazisində bir Zara adlı ərazidə ilçə var və orada da rast gəldim. Məsələn Zaralı Xəlil oxuyur. Yəni Türkiyə türklərindən oxuyur. Çox maraqlıdır ki, bu günlə başlayan, məsələn bu günlərdən cumadır, cuma başlığı ilə oxuyur. Diqqətlə fikir verdim, bir neçə dəfə gördüm ki, bu demək tırınqı üçün deyilən struktur burada da var. Yəni burada məsələn bayaq dediyim kimi birinci bənddə birinci misranın bir neçə sözü digər misralarda da təkrar olur. Məsələn onlar necə adlandırır onu? Orada elə musiqi nömrəsi kimi gedir. Musiqi nömrəsi kimi gedir və maraqlıdır. Mən dedim ki, burada nədir? Burada maraqlı bir rəvayət də var ki, bir nəfər cavan kasıb imiş, məsələn həddi buluğa çatır, ancaq bu kökəltmə mallara baxır, erkək mallardır. Toy günü yaxınlaşanda toy paltarı geyir, gözəl paltar, təzə paltar geyir. Heyvanlar bunu tanımır, vururlar buynuzlarını. Çox ağır yaralanır, orada deyir. Zalim cələ vurdu, yaram var mənim. 4-cü misradadır. Bu cala əslində belə deyək, cöngə, erkək mal deməkdir. Cələb sözü də elə cala eyni sözdür. Mənası cins, cöngə, iri mal, qara mallardan söhbət gedir. O saxlanılan yerdir. Yadımdadır ki, bizim qonşu kəndin yaxınlığında bir kənddə var idi, adına cələb deyirdilər. Yəni o heyvanları, cins heyvanların saxlandığı ərazi idi və təbii ki, o da oradan yaranıb və bu da xalq nəğmələri kimi dillərə düşüb. Mən onu deyirəm, Zaralı Xəlil çox məşhur sənətkar olubdur, bağlama çalıbdır, çox qəribə taleyi var. Yəni incə Xəlil deyiləmiş, arıq adammış, qeyri-adi, qəmli və maraqlı, yadda qalan səsi var. Yəni o səs cəzb edici səsdir, o səsdən yox. Yəni vaxtilə Qars radiosunda çox məşhur olubdur. Hardasa 60-cı illərdə rəhmətə gedib. Amma
onun oxuduğu nömrələr, onun oxuduğu xalq nəğmələri dillər əzbəridir. Daralı Xəlildən xalq nəğməsi dinləyək. Elə də günlərdən cumadır cuma. Ki mən o deyirəm ki, tırınqıdır. Aha. O bir variantıdır. Aha, elə isə dinləyək. Dinləyicilərimiz də tanış olsun bizimlə birlikdə. Nanaylar verilişini hazırlayanda sizin topladığınız həmin o nanay ifaçıları, canlı ifaları biz əldə eləmişdik və onu təqdim elədik və çox maraqlı səslənirdi. Yəqin ki, bugün də həmin nanaylardan istifadə eləyərik, dinləyicilərimiz xatırlayar, keçmiş belə deyə verilişimizə qayıdarıq. Əliyar, 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 qolları düyməliyar, əliyar, əliyar. O toyda qoç yatıbdı, əliyar, 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 əliyar. Qoç buynuzun çatıbdı, qolları düyməliyar, əliyar, əliyar. Heyf qoçun əməyinə, əliyar, 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 əliyar. Qoç quru yerdə yatıbdı, qolları düyməliyar, əliyar, əliyar. O toydan top attılar, əliyar, 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 əliyar. Topu topa qatdılar, qolları düyməliyar, əliyar, əliyar. Nanaylardan danışdıq və əvvəldə də qeyd etdiyimiz kimi nanaylarda məlumatlıydıq. Müəyyən qədər məlumatımız var idi. Tırınqılardan heç eşitməmişdik tırınqılarla bağlı. Həm adı, həm məzmunu. Belə çıxdı ki, tırınqılar, yəni forma baxımından müəyyən mənada nanaylarla yaxınlığı var. Fərqlərini də siz qeyd elədiniz. Məzmun fərqi isə belə baxanda çox fərqləri var. Əgər nanaylar sevgi, məhəbbətlə bağlıdırsa, tırınqılarda ictimai motiv, hardasa vətənpərvərlik, vətən sevgisi, qürbət nəğmələri. Çünki vətənə, məsələ deyək Qazaxıstanda sürgün olunur, məsələn Sibirə sürgün olub, bunlar öz dərdlərini tırınqı şəklində. Və çox maraqlılardır tırınqı sözünün mənasını da araşdırıb. Tırınqı hardasa yeni deyirəm, hələ araşdırırıq, yəni bəziləri deyir dirincidir, səs eləməkdir. Bəziləri deyir ki, müxtəlif variantlar var. Bəziləri deyir ki, tanrı ilə, teqri ilə bağlıdır. Belə müxtəlif variantlar, mülahizələr var.
Bəli, ola bilər ki, söz deformasiya uğrayır. Bəli, hə. Və onun nəticəsində tırınqı formasına gəlib çıxır və müəyyən qədər anlaşılmaz bir formaya gəlib çıxıb və ümidvarıq ki, siz də bir alim olaraq bu sözün mən indi maraqlanıram ki, görüm onun kökü hara gəlir, Bəli, necədir. Həm də ki, maraqlanıram ki, başqa ərazilər, məsələn, İrəvan ərazisində olanlardır, məsələn, Dərələyəz ərazisində olanlardır, Qarakilsə ərazisində olanlar, bunlardan da nümunələr olsun. Məsələn, Gümrü ərazisində olanlar. Ki, yəni bunlar bütövlük olur da, onları toplayanda ümumi nəticə almaq, nəsə bir elmi nəticə almaq gözəl, daha rahat olur. Bəli, yəqin ki, bugünkü verilişimizdən dinləyicilərimiz də belə qənaətə gələ bilər ki, bəli, biz düşünə bilərik ki, folklor, şifa xalq yaradıcılığı, artıq nümunələr köhnədən gəlib, qədimdən gəlib, hər şey məlumdur, artıq hər dəfə eyni şeyi təkrar eləməyə, eyni məlumatları verməyə ehtiyac yoxdur. Amma gördüyünüz kimi yeni növlər, bəli, tarixi qədim ola bilər, amma bizim onun haqqında heç bir məlumatımız yoxdur və araşdırılası, öyrəniləsi çox şey var və ümidvarıq ki, bizim də Bəli, bunun bir tərəfi də var. Sonra Türkiyəyə böyük məhəbbət var, sevgi var, mütür sevgisi var. Buna görə bu qadağalar qoymurdu onu toplanmağa, alimlərin ayağı dəyməyə. Bu cəhətlər də istər-istəməz bax o vəziyyətə gətirdi ki, vaxtında toplanmadı. Yəni nə qədər də toplamışıq, indi bir adamın nə qədər toplamaq ola bilər, həvəskar da olsa, lap belə təcrübəli folklorşünas da olsa, kifayət qədər deyil. Mən deyim ki, çox toplamışam, xeyr. Bəs nədəndir yalnız sizin tırınqılara maraq göstərməyiniz? Digər tədqiqatçılar niyə tırınqılarla belə maraqlanmırlar? Bizdə belədir də, bizdə dəqiq elmlər daha çox bizim rayonda inkişaf edir. Humanitar sahə o qədər üzdə deyil. Yəni folklorşünaslarımız da barmaqla sayılacaq qədərdir, yəni azdır. Onda belə çıxır ki, həvəskarlarımız olur. Tırınqılar ancaq İrəvan, yəni Qərbi Azərbaycan bölgəsində, yəni ola bilsin ki, Azərbaycan bölgəsində də var. Çünki axı bu Monqol istilası olubdur. Yəni bunlar elə belə deyil. Onlar təsirsiz, belə deyək ki, qalmaz. Hər hansı bir nəğmə şəklində, təbii ki, yayılmalıydı. İstər-istəməz onun bir təsiri o baya nəğmələrdə görünməlidir. Tacir müəllim, əslində çox maraqlı məlumatlar oldu. Yəqin ki, dinləyicilərimiz də bizimlə həmfikirdirlər. Elə isə sözlərinizi eşidək. Ondan sonra isə verilişimizin sonunda tırınqılardan təbii ki, mümkün olmayacaq nəsə dinləyək. Ona görə də nanaylarla verilişimizi tamamlayarıq. Bizim xalq böyük xalqdır. Yaratdığı incilərin də sayı hesabı yoxdur. Bu bizim mənəvi sərvətimizdir. Onu nə qədər biz toplasaq, yenə azdır. Bir də bir şey var ki, bu mənəvi sərvət dediyimiz xalqındır. Və xalqın öz sərvətini, incilərini özünə qaytarmaq bizim borcumuzdur. Mən belə düşünürüm. Bəli. Tacir müəllim, təşəkkür edirik və sizinlə təbii ki, razılaşırıq, razıyıq və xalqın mənəvi sərvətini də qorumaq, onu təbliğ eləmək, xalqımıza çatdırmaq da bizim borcumuzdur. Bir daha çox sağ olun. Sağ olun. Hörmətli dinləyicilərimiz, bununla da El Havası verilişi bugünkü efir vaxtını tamamladı. Bir daha xatırladaq ki, mövzu ilə bağlı fikirlərini bizimlə filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi bölüşdü. Müəllif Güllü Seyidli, rejissor Tahir Salmanov, verilişin redaktoru isə Tahir Talabladı. Sevimli el havalarının sədaları hər zaman bizi ruhlandırsın diləyi ilə sağ olun, sağlıqla qalın.